Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel aqibetu lil muttaqin. Ve la udvane illa alel zalimin. Ve usalli ve usallim alel mev'uthi rahmeten lil alemin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men itteba bi sünnetihi ila yevmiddin. Amma ba'd. Birinci məsələ böyük şirkin qismləridir. Böyük şirkin qismləri. Böyük şirkin qismlərindən də birinci qismi rububiyyətdə şirkdir. Dedik ki, yəni şirkin qismləri tövhidin qismlərinə nisbətdə neçə yerə bölünür? 3 yerə. Rububiyyətdə, ad və sifətlərdə, bir də uluhiyyətdə şirk. Birinci qism rububiyyətdə şirkdir. Rububiyyətdə şirk böyük şirkin qismlərindən biridir. Həmin şirk də Allah Subhanahu taalanın zatı ilə asılıdır. Rububiyyətdə şirkin tərifi nədir? Rububiyyətdə şirk Allah Subhanahu taalanın rububiyyətinin xüsusiyyətlərini, yəni Allahın rububiyyətinin xüsusiyyətlərinin hamısına və yaxud bəzisini Allah Subhanahu taaladan qeyrisinə sərf etmək. Allahın rububiyyətinin xüsusiyyətlərinin hamısına və yaxud bəzisini Allahdan qeyrisinə sərf etmək və yaxud Allah Subhanahu taalanın rububiyyətinin xüsusiyyətlərini inkar etmək, tətil etmək. Allah Subhanahu taalanın rububiyyət xüsusiyyətlərinin hamısını Allah Subhanahu taaladan inkar etmək. Və rububiyyətin xüsusiyyətləri də nədir? Yaratmaq, ruzu vermək, diritmək, öldürmək, vermək, almaq, fayda vermək, ziyan vermək, bu kimi şeylər nədir? Rububiyyətin xüsusiyyətləridir. Yəni, rububiyyətdə də şirk bu xüsusiyyətləri Allahdan qeyrisinə sərf etmək, hamısını və yaxud bəzisini etiqad edir ki, filan kəs, məsələn, baba evlad verir, filan kəs baba ruzu verir, filan kəs baba kömək edir. Bu nədir? Rububiyyətdə şirk olur və yaxud Allah Subhanahu taalanın rububiyyətinin xüsusiyyətlərini Allahdan inkar etmək, Allahın yaradan olmağını inkar etmək, evlad verdiyini inkar etmək. Rububiyyətdə şirk iki cürdür. Birincisi şirk-ü tə'tildir, yəni inkar şirkidir. İkincisi isə şirk-ü təmsildir, təmsil şirki, oxşatmaq şirki. Birinci növü şirk-ü tə'til, inkar şirki. İnkar şirkinin tərifi nədir? İnkar şirkinin tərifi odur ki, yəni huvə ta'tilul məsnu'an sanihi, yəni yaradanını inkar etmək. Yəni deyir ki, məxluqun yaradanı yoxdur. Və eləcə də yaradanı öz feillərini inkar etmək. Yaradanın feillərini inkar etmək, elə bir şey deyir ki, Allah Taala heç bir feili yoxdur, heç nə eləmir. Və yaxud deyir ki, məxluqun yaradanı yoxdur. Məxluqun yaradanı yoxdur. Və bu da necə olur? Bu da Allah Subhanahu taalanın rububiyyət xüsusiyyətlərini inkarla olur. Və Allahın aləmlərin Rəbbi olmasını inkarla olur. Başa düşdünüz? Yəni, birinci növ inkar şirkidir rububiyyətdə. Allahın rububiyyət xüsusiyyətlərini inkar edir və ya Allahın aləmləri Rəbbi olduğunu inkar edir. Buna misallardan birincisi Fironun şirkidir. Hansı ki, açıq aydın rububiyyəti inkar edirdi. Dedi ki, qalə Firon, Allah Taala buyurur ki, qalə Firon və mə Rabbul aləmin. Firon deyir ki, aləmlərin Rəbbi kimdir? Nədir? Yəni, inkar edir. Şüara surəsinin 23-cü ayəsi. Və Həmənə də deyir ki, yə Həmən übnili sarxən ləalli əbluğul əsbəb. Ey Həman, mənə uca, yüksək bir qala tik ola bilsin ki, mən səbəblərə, yollara çatım. Əsbəb əs-səməvət, səmaların yollarına çatım. Fəəttəliu ilə iləhə Musə və Musanın ilahını görüm. Musanın ilahını görüm. Və inni ləəzunnuhu kəzbə və mən onu yalancı sayıram. Yəni Musa əleyhissalamı, çünki Musa əleyhissalam ona dəvət etmişdi ki, aləmlərin Rəbbi var, Allah Subhanahu taaladır və Allah Subhanahu taala göydədir. Ona görə də deyir ki, yəni Firon deyir ki, mənə uca hündür qala tik ki, göyə çıxın Musanın ilahına baxın.
Çünki Musa aleyhissalam ona nə dəvət etmişdi? Dəvət etmişdi ki, o aləmlərin Rəbbi Allah subhanət haladır. Allah da haradadır? Göydədir. Və bu şirkin növlərindən də vəhdətül vücud əqidəsinin şirkidir. İbn Arabi, İbn Səb'in və başqaları. Hansılar ki, deyirlər ki, innəl xaliq aynul məxluq. Yəni, yaradan, yaradılanın özüdür. Xaliq, məxluqun özüdür və Allah subhanət halanın, aləmlərin Rəbbinin olmasını inkar edirlər. Deyirlər ki, burada yaradan və yaradılan şey yoxdur. Yaradan, yaradılandır, yaradılan da elə yaradandır. Əgər desən ki, qulla Rəbb var, şərik qoşmuş olursan, ona görə də Rəblə qulun arasında heç bir fərq qoymadılar. Bu neçənci misaldir? İkinci misal. Və bu şirkdən də fəlsəfəçilərin şirkidir. Hansılar ki, deyirlər ki, aləm, dünya qədimdir və əbədidir. Qədimdir, yəni heç vaxt yox olmayıb dünya. Əzəli və əbədi olduğunu deyirlər dünyanın. Və hadisələr də deyirlər ki, səbəblərdən, bir də vasitələrdən icad olunub. Bütün hadisələr nə baş verirsə, həmin hadisələr səbəblərdən və vasitələrdən irəli gəlir. Və həmin səbəblərə və vasitələrə aqıl və yaxud nüfus deyirlər. Yəni, Allah subhanət halanın yaratmağını inkar edirlər. Məsələn, səbəblərdən, vasitələrdən irəli gəlir, nə deyirlər? Demirlər ki, bu aləmin yaradıcısı var, yaradı. Yəni, Allah subhanət hala aləmi yaradıb. Deyirlər ki, yəni, əl-aql fəal deyirlər və yaxud əl-illətül fəilə deyirlər. Deyirlər ki, yəni, məsəl üçün, Allah qulların olmasına səbəbdir. Demirlər ki, yaradır. Məsələn, necə ki, lambuska işığın olmasına səbəbdir, eləncə. Yəni, Allah subhanət halanın aləmlərin Rəbbi olduğunu, yaratmağını nə edirlər? İnkar edirlər. Və bu şirkin növlərindən də Qulət, Cəhmiyyə və Qaramitənin şirkidir. Cəhmiyyələr və Qaramitələrin, qulatları, hansı ki, Allah subhanət halanın ad və sifətlərini inkar edirlər. Çünki Allah subhanət halanın ad və sifətləri nədir? Rububiyyətdir. Rububiyyət nədir? Allah subhanət halanın sifətləridir. Rububiyyətdə şirkin ikinci növü isə şirk-ü təmsildir. Şirk-ü təmsil nəyə deyilir? Tərifi nədir? Huvə təsfiyyətu beynilləhi və xalqihi fi şeyin min xəsaisə rububiyyə. Yəni, rububiyyətin xüsusiyyətlərində Allahla, Allahdan qeyrisini eyni səviyyədə tutmaq. Rububiyyətin xüsusiyyətlərində o şeylərə ki, Allah Taala yəni məxsusdur, o şeylər ki, Allaha məxsusdur, həmin şeylərdə Allahdan qeyrisini Allahla eyni səviyyədə tutmaq və yaxud rububiyyətin xüsusiyyətlərini Allahdan qeyrisinə nisbət etmək. Və bu şirkdə, necə ki, yəni, Süleyman bin Abdullah bin Abdülvahhab deyir ki, şirku mən cə'ənə məhu iləhən əxaran və ləm yuaddil əsməəhu və sifətihi və rububiyyətəhu. Bu şirk o şəxsin şirkidir ki, Allahla yanaşı özünə başqa ilah seçib, Allahla yanaşı özünə başqa Rəbb seçir, amma bununla yanaşı Allahın adlarını və sifətlərini və rububiyyətini inkar etməyib. Aleykissalam. Nə idi şirk-ü təmsil? Yəni, Allahın rububiyyətin xüsusiyyətlərindən Allahdan qeyrisinə vermək. Bu şirkə də misallar, birincisi nəsranilərin şeyi ki, hansı ki, Allahla yanaşı Rəblər götürdülər. Və Allah subhanət hala üçüncüsü etdilər. Allah subhanət hala nə deyir? Deyirlər, qad kəfərəl-ləzinə qalu, innəllaha səlisu sələsə. Artıq Allah üçüncüsü deyənlər nə oldu? Kafir oldular. Deyirlər ki, ata, oğul və müqəddəs ruh. Allah subhanət halanın rububiyyətin xüsusiyyətlərini kimə verirlər? İsa aleyhissalama verirlər. İkinci misal isə məcusilərin şirkidir. Hansılar ki, deyirlər ki, aləmin iki dənə Rəbbi var. Onlardan biri xeyri yaradır və biri də şərri yaradır. Üçüncü misal isə sabiilərin şirkidir. Müşrik sabiilərin şirkidir. Hansılar ki, zənn edirlər ki, ulduzlar, planetlər bu aləmin işini nə edirlər? Yönəldirlər. Yəni, aləmin işini yönətmək kimin xüsusiyyətlərindəndir? Allah subhanət halanın xüsusiyyətlərindən. Yəni, Allah subhanət halanın rububiyyətin xüsusiyyətlərindən nəyə verirlər?
ulduzlara verirlər. Və bu şirkin növlərindən də, yəni misallarından da qədərlərin şirkidir. Hansı ki, bu ümmətin məcusiləri sayılır. Qədəri inkar edənlər, onlar deyirlər ki, yəni hər insan öz feilini yaradıb. İnsan özü feilini yaradıb. Bununla nə edirlər? Biz bilirik ki, yaratmaq da, əmr etmək də nədir? Allaha məxsusdur. Allah subhanahu taala bizi də, bizim əməllərimizi də kim yaradıb? Allah subhanahu taala yaradıb və onlar deyirlər ki, insan öz əməlini yaradır və Allahın yaratmasının və iradəsinin insanın əməlinə heç bir dəxli yoxdur. Bununla nə edirlər? Allaha rububiyyətində şərik qoşurlar. Yəni, rububiyyətin xüsusiyyətlərini kimə verirlər? İnsana verirlər və bu şirkə də daxildir qəbrə ibadət eləyənlərin şirki. Hansılar ki, zənn edirlər ki, evliyaların ruhları öləndən sonra nəsə edə bilirlər, idarə edə bilirlər. Kiminsə həcətlərini qarşılayırlar və yaxud kimdənsə çətinliyi aradan qaldırırlar. Kim onlara dua edirsə, onların duasını qəbul edirlər. Kimsə onlara sığınırsa, onları nə edirlər? Qoruyurlar. Onların da mislində yəniğulət, həddi aşan sufilərin zənn etdikləridir. Evliyalarda deyirlər ki, evliyalar fayda verir, ziyan verir və dünyada idarə edirlər. Yəni, qəbrə ibadət edənlər bir tərəfdən şirki nədir? Rububiyyətdə şirkdir. Nə üçün? Çünki etiqad edir ki, filan kəs Pirsad baba evlad verir. Gedir yanına deyir, ay Pirsad baba mənə şəfa verir. Şəfa kimin əlindədir? Allahın əlindədir. Evlad kimin əlindədir? Allahın əlindədir. Ruzi kimin əlindədir? Allahın əlindədir. Rububiyyətin xüsusiyyətlərindəndir. Yəni, rububiyyətin xüsusiyyətlərini kimə verdi? Babaya verdi. Baba da yatıb orada. Nə bu eşidir? Nə bunu eşidir? Nədir ki, cavab verə bilir? Özünə heç fayda verə bilmir. Əgər özünə fayda verə bilsəydi, ölməzdi. Əslinə insanlar ona kömək edir ki, öləndən sonra yuyurlar, kəfənləyirlər, namazın qılırlar, basırırlar, sonra dua edirsən. Artıq əməl dəftəri nə olub? Bağlanır. İkinci məsələ, böyük şirkin qismlərindən əsma və sifətdə olan şirkdir. Birinci, əsma və sifətdə olan şirkin tərifi. Tərifi nədir? Əsma və sifət tövhidində olan şirk, əsma və sifət tövhidində olan şirk, huvə təsviyyətu beynəllahi vəl-xalqi fi şeyin minəl əsmə və sifət. Allahla qeyrisini Allahın ad və sifətlərində eyni tutmaqdır. Bi-əy yəc'alə lilləh əzzə və cəl niddən fi əsməihi və sifəti. Yəni, Allaha ad və sifətlərində şərik qoşur. Fəyusəmmihi bi əsməilləh əv yasifuhu bi sifəti. Həmin şərikini Allahın adları ilə adlandırır və yaxud Allahın sifətləri ilə sifətləndirir. Necə ki, Ləcnəd Daimə, Fətvə Ləcnəd Daimə buyurur 1-ci cild 516-cı səhifəsində. Və əsma və sifətdə şirk də iki yerə bölünür, iki növdür. Birincisi şirk-ü təşbihdir. Təşbih şirkidir, oxşatmaq şirkidir. İkinci isə şirk-ü iştiqaq. İştiqaq yəni alma, çıxartma şirkidir. Birinci növü şirk-ü təşbih, təşbih şirki. Təşbih şirki nədir? Tərifi. Həmin təşbih şirki o şirkə deyilir ki, məxluqlara məxsus olan adları və sifətləri Allah subhanahu taalaya isbat eləsin. Təşbih şirki o şirkə deyilir ki, məxluqlara məxsus olan adları və sifətləri Allah subhanahu taalaya isbat etsin, Allah subhanahu taala versin hansı şeyləri ki, məxluqa isbat edir. Yəni, Allahı məxluqa oxşatmaq. Təşbih şirki nədir? Allahı məxluqa oxşatmaqdır. Misal olaraq, biri deyir ki, məsələn, Allahın əli məxluqların əli kimidir. Allahın ərşin üzərinə istivası məxluqların istivası kimidir və buna bənzər kəlmələr nədir? Allah subhanahu taalaya adı və sifətlərində şərik qoşmaqdır. Buna da nə deyilir? Şirk-ü təşbih, oxşatmaq şirki. Oxşatmaq şirki, yəni Allahın məxluqa bənzətmək. Allahın əli, məsələn, bir mənim əlim kimidir. Allahın istivası deyir, məxluqların istivası kimidir. Bu nədir? Əsma və sifətdə şirklərin növlərindəndir.
İkinci şirki isə, ikinci növü isə, əsma və sifətdə olan şirkin ikinci növü isə şirkül iştiqaqdır, yəni alma şirkidir. Bunun da tərifi nədir? Bunun da tərifi odur ki, Allahın ad və sifətlərindən, yəni Allaha məxsus olan ad və sifətlərindən bir isim götürsün, həmin ismi və yaxud həmin sifəti Allahdan qeyrisini həmin ismlə və həmin sifətlə adlandırsın. Allah Subhanahu Taala'nın adın və Allah Subhanahu Taala'ya məxsus olan hər hansı bir adı və sifəti götürsün və həmin adla və sifətlə Allahdan qeyrisini adlandırsın və nə inəsin, sifətləndirsin. Bu da Allah Subhanahu Taala'nın adlarında olan ilhəddir, yəni meyldir. Və buna olan misallardan da müşriklərin etdiyi əməllərdir. Hansı ki, öz batil ilahlarını Allah Subhanahu Taala'nın adları ilə adlandırmışdılar. Allah Subhanahu Taala buyurur ki: "Velillahil esmaul husna fad'uhu biha." Ən gözəl adlar Allaha məxsusdur. Onu həmin adlarla ibadət edin. Onu həmin adlarla dua edin. "Və zərullezine yulhidun fi esma'ihi seyuzawna ma kanu ya'malun." Allahın isimlərində ilhad edənlərə, meyl edənlərə, yəni Allahın isimlərə vacib olan şeyləri üz döndərənləri tərk edin, onlar etdiyi əməllərin cəzasını görəcəklər. Əraf surəsinin 180-ci ayəsi. Yəni, görün, Allah Subhanahu Taala ad və sifət təvhidində nə deyir? Deyir ki, Allah Subhanahu Taala'nın adında haqqını verməyənləri tərk edin. Bu tərk nədir? Tərk nədir? Lə iləhə illallah. Yəni, tağuta küfür deməkdir. Ona görə hətta bəzi sələflərdən gəlib ki, təfsirdə tərk edin. Hətta deyir, bu ayə deyir, nəsx olunub, nə vaxtda qılınc ayəsi ilə nəsx olunub. Niyə görə? Çünki Allah Subhanahu ad və sifətlərini inkar edən nə olur? Kafir olur. Baxın, ad və sifətlərdə sələflərin verdiyi yerə Allah Subhanahu ayəsi, yəni təvhiddir. Allaha iman gətirməklə tağutu inkar etmək. Və yulhidun mənası da yüşrikun deməkdir. Necə ki, İbn Abbas deyir, yəni Allahın isimlərində şərik qoşanları tərk eləyin. Yəni nədir? Tağuta küfür, Allaha iman, onlar etdiyi əməllərin cəzasını görəcəklər. Və İbn Abbas radiyallahu anh buyurur ki, İştəqqul uzzə minəl aziz. Uzzəni əziz adından götürdülər Allah Subhanahu Taala'nın. Və iştəqqul lət minəllah. Və latı da Allah Subhanahu Taala'nın Allah adından götürdülər. Necə ki, İbn Əbu Hatim, İbn Abbasdan Durrun Mənsur'da rivayət edir. İxlasla.com saytı tərəfindən təqdim olundu.